valideynlər, dəyərli qonaqlar, hər birinizi Cənub Hazırlığı Mərkəzində salamlayırıq. Bugünkü tədbirimizdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirik. Əvvəlcə gəlin Azərbaycan Respublikasının dövlət himnini dinləyək. Təşəkkür edirik. Sizləri salamlamaq və bilik yarışlarının uşaqların inkişafındakı rolu, əhəmiyyəti barədə öz səmimi fikirlərini bizimlə bölüşməsi üçün Cənub Hazırlıq Mərkəzinin direktoru Talih müəllim Mənsimovu səhnəyə dəvət edirik. Buyurun Talih müəllim. Dəyərli valideynlər, qiymətli müəllimlər, hər birinizi Cənub Hazırlıq Mərkəzində salamlayırıq. Cənub Hazırlıq Mərkəzi ənənəvi olaraq il ərzində 3 bilik yarışı planlayır. Bu ikinci bilik yarışımızdır. Birinci bilik yarışımızda planladığımız kimi ondan çox velosiped və digər qiymətli hədiyyələr şagirdlərə təqdim olundu. Bugünkü yarışmada 25 yanvar 2026-cı il tarixində keçirilən bilik yarışının formatı digərindən biraz fərqlənir. Təbii ki, yenə də yer tutan şagirdlərimizə hədiyyələr təqdim olunacaq. Bunun üçün 15 fevral tarixinə qədər biz hədiyyələri təqdim edəcəyik. Birinci mərhələdə yer tutanlardır. Təbii ki, bu yer tutanlar şagirdləri təbrik edirik. Hal-hazırda təbii ki, biz bilmirik kimlər yer tutacaq. Amma onu bilirik ki, bugünkü tədbirimizin ikinci əsas mərhələsi 111 şagird bu qutudan lotariya üsulundan adları çıxarılacaq. Adları, soyadları, məktəbləri, sinifləri açıqlanacaq. Hədiyyələr Mədəniyyət Mərkəzində eyni zamanda yer tutan şagirdlərlə birlikdə təqdim olacaq. Təbii ki, bunların əsas məqsədimiz nədir? Yer tutan şagirdlər zaten zəhmət çəkirlər, əziyyət çəkirlər və diqqət edirsə biz 1-ci 8 siniflər arasında 1, 2, 3, 4, 5, 6, 7, 8-ci siniflər arasında keçirir bu yarışı və biz pedaqoq olaraq, bir müəllim olaraq inanırıq ki, təməllər aşağı siniflərdən atılır. Təməl nə qədər möhkəm olarsa, bir o qədər özünü inkişaf eləməkdə, eyni zamanda müsbət rəqabətlilik və hədəflərini indidən müəyyən eləmək üçün gənclərimizə bir dəstək, bir istiqamət verildiyini düşünürük. Bu baxımdan biz
bu bilik yarışları təşkil edirik. Təbii ki, burada biz inanırıq ki, yüksək nəticə göstərənlər də olur, aşağı nəticədə göstərən olur. Təbii ki, biz bir müəllim kimi inanırıq ki, bu imtahan nəticələri aşağı siniflərdə fərqli dəyərləndirilir. Əsas yuxarı siniflərdə bu öz nəticəsini verir. Valideynlərimizdən də xahişimiz odur ki, hər zaman şagirdlərdən bəli yüksək bal toplamaqdan daha çox uşağın günlük dərs çalışması bizim üçün önəmlidir. Günlük dərs çalışması əgər uşaq 2-3 saat ən azından günlük dərs çalışırsa, biz onun nəticələrini analiz edib bugün o zəhmətə alışdırırıqsa hədəfimizə inana bilərik. Amma təbii ki, nəticələrimiz bilir ki, biz dəyər yayınlarının imtahanlarını keçiririk. Yuxarı siniflərdə güvən nəşrlərinin imtahanını keçiririk. Bu, Respublika üzrə keçirilir. Bu, Respublika üzrə keçirilən güvən nəşrlərinin 9, 10, 11 sinifdə uşaq bizdə 500 bal topladığı zaman qəbul imtahanında da ona yaxın nəticə göstərir, hətta ondan yuxarı nəticə göstərir. Ona görə də biz aşağı siniflərdən biz güvən və dəyər imtahanlarının keçirilməsində valideynlərimiz artıq öz istiqaməti bilsinlər, hal-hazırdakı vəziyyət hansı şəkildədir, analiz edib ona uyğun hərəkət eləsinlər. Bilik yarışında da zaten o uşaqlarda biz inanırıq ki, hər valideyn qiymətli hədiyyələr ala bilir övladına, amma öz zəhmətinə qazandığı və sadəcə bir 500 ballı keçən şagirdlərə fəxri fərmanlar biz təqdim edəndə onların gözündəki işıltıları görürük, özünə inamı görürük. Yəqin ki, siz valideynlər də bunu təsdiqləyərsiniz. Ona görə də bugünkü hədiyyədən daha çox uşaqlara özünə inamı formalaşdırmaq və eyni zamanda balından asılı olmayaraq bu imtahan üçündür. Əgər bu uşaqların adları orada çıxarılacaqsa, səhnədə onları alqışlatmaq. Çünki o uşağın balının fərqi yoxdur aşağı sinifdə. 100, 300, 500. Əsas odur ki, o uşaqlarda öz güvəni formalaşdırmaq və indiki cəmiyyətdə də biz bilirik ki, hal-hazırda bizim valideyn olaraq, müəllim olaraq rəqiblərimiz çoxdur. Rəqiblərimiz digital. Hal-hazırda YouTube və digər, məsələn, indiki uşaqların əksəriyyəti YouTuber olmaq istəyir və ya digər müasir deyək, YouTuber olmaq istəyənlər təbii ki, bunlar mütləq binövrə olması lazımdır. Amma biz onları müasir dövrə hazırlamamız lazım. Biz düşünək, bizim uşaqlığımız 20 il bundakı əvvəlki vəziyyəti, əgər knopkalı telefon isə bugün artıq fərqli telefonlar və rəqiblərimiz onlardır. Yəni biz övladlarımızın tərbiyəsində, eyni zamanda təhsilində düzgün istiqamət qura biləriksə, diqqətini təhsilə yönəldə biləriksə, təbii ki, biz həm valideyn olaraq güclü olacağıq, həm də müəllim olaraq. Bu üçü birlikdə olanda da ümumi nəticələrimiz daha yaxşı olur. Qazanan ölkəmiz olur, qazanan millətimiz olur, qazanan ziyalılarımız. Və hədəfimiz odur ki, cəmiyyətdə ziyalıların sayını artırmaq. Biz də bir Cənub Hazırlıq Mərkəzi komandası olaraq da bu amanla yola çıxmışıq və hər bir şagirdə uğurlar arzulayırıq və ümid edirik ki, hər bir valideyn öz övladının xoşbəxt gələcəyini görsün və bizim də əgər bu istiqamətdə az da olsa payımız varsa, nə gözəl biz insanlara. Təşəkkür edirik. Bir daha xoş istirahətlər arzuluyoruz. Təşəkkürlər. Bildiyiniz kimi 25 yanvar 2026-cı il tarixində Cənub Hazırlıq Mərkəzi Lənkəran, Astara, Lirik, Masallı məktəbləri arasında bilik yarışı keçirir. Bilik yarışında 1, 2, 3, 4, 5, 6, 7 və 8-ci siniflər iştirak edir. Mükafatlandırma 2 hissədən ibarətdir. Birinci hissə, imtahanda 700 bal toplayanlara velosiped hədiyyə olunacaq və hər sinif üzrə ilk 3 yeri tutan şagirdlərə isə müvafiq olaraq smart saat, qulaqlıq və kitab dəsti hədiyyə olunacaq. 500 balı keçən hər kəsə isə fəxri fərman təqdim olunacaq. Toplam 27 hədiyyə veriləcək. İkinci hissədə isə bilik yarışında iştirak edən hər bir şagird hədiyyə qazanma şansı vardır. Belə ki, 111 şagird lotereya əsasında smart saat, ətir, termos və çətir hədiyyə qazanacaqdır. Vurğulamaq istəyirik ki, imtahanda iştirak edən hər bir şagird lotereyada iştirak hüququ qazanmışdır. İmtahanda iştirak edənlərin ad, soyad və məktəb nömrələri gördüyünüz qutuya atılmışdır. Bir neçə dəqiqədən sonra həmin qalibləri biz püşkətmə vasitəsilə sizlərə təqdim edəcəyik. Hörmətli valideynlər,
Şagirdin həyatında müəllimin rolu yalnız dərs deməklə bitmir. Müəllim övladlarınız üçün yol göstərən, istiqamət verən, motivasiya verən bələdçidir. Təsadüfi deyil ki, klassiklərimiz deyirdi. Elm nurdur, nadanlıq isə zülmətdir. İndi isə ən gözlənilən və ən maraqlı hissəyə, lotereyamızın birinci mərhələsinə keçirik. Belə ki, ilk mərhələdə 18 nəfər smart saat, 5 nəfər isə ətir olmaqla ümumilikdə 23 nəfər hədiyyə qazanacaq. Hazırsınızsa başlayırıq. Lotereyamızın birinci mərhələsinin qaliblərini elan etmək üçün Cənub Hazırlıq Mərkəzinin direktor müavini Elnur müəllim Verdiyevi səhnəmizə dəvət edirik. Buyurun. Beləliklə, ilk 18 smart saatın qalibi açıqlanır. Şans kimin üzünə gülür? Hər bir şagirdə uğurlar arzulayırıq. Nihat Cahangirzadə, Lənkəran 10 saylı 5-ci sinif. Valid Əhədov, Lənkəran Sinovli, 4-cü sinif. İrəm Babayeva, Lənkəran Üstəmurdov, 4-cü sinif. Kənan Malızadə, Lənkəran Üstəmurdov, 3-cü sinif. Mirmehdi Sadıqzadə, Lənkəran 10 saylı, 3-cü sinif. Yunus Həbibli, Astara Təngərüd, 2-ci sinif. Nərmin Qədirzadə, Lənkəran Aşağı Nüvədi, 8-ci sinif. Sinarə Azadova, Lənkəran 7 saylı, 3-cü sinif.
Zəhra Əsədova, Lənkəran 3 saylı, 2-ci sinif. Çiçək Mirzəzadə, Lənkəran Veravul 2, 1-ci sinif. Səccad Askerov, Lənkəran 7 saylı, 4-cü sinif. Gülşən Əliyev, Lənkəran 7 saylı, 6-cı sinif. Seyid Miriyev, Lənkəran 8 saylı, 6-cı sinif. Ümid Ağacanlı, Astara Təngərüd, 2-ci sinif. Rəsul Sadıqzadə, Lənkəran 6 saylı, 6-cı sinif. Rüqəyyə İbadzadə, Lənkəran 4 saylı, 3-cü sinif. Rübab Əlizadə, Lənkəran 3 saylı, 3-cü sinif. Rüqəyyə Əbilova, Lənkəran 10 saylı, 3-cü sinif. Və son şagirdimiz, 18-ci şagirdimiz Nuray Səbziyeva, Lənkəran Vilvan, 2-ci sinif. Qalibləri təbrik edirik. Beləliklə 18 Smart Saatın qalibi açıqlandı. İndi isə 5 nəfər Lənkəranda fəaliyyət göstərən Mango parfümdən ətir qazanacaq. İndi onların siyahısı açıqlanacaq. Beş nəfər tamamlandı. İndi bunların adlarını açıqlayacağıq. Rüqəyyə Baxşıyeva, Lənkəran Dicah, 4-cü sinif. Elvira Əlizadə, Lənkəran Sinovli, 8-ci sinif. Leyla Hacızadə, Lənkəran Qurumba, 4-cü sinif. Fərəməz Rəcəbov, Lənkəran Boladi bir saylı, 4-cü sinif. Və son olaraq Arifə Nuriyeva, Lənkəran 7 saylı, 2-ci sinif. Birinci mərhələnin qalibləri açıqlandı. 18 Smart Saat və 5 parfümün qalibləri açıqlandı. Xatırladaq ki, qaliblərin hədiyyələri fevral ayında Mədəniyyət Mərkəzində keçiriləcək mükafatlandırma tədbirində təqdim olunacaqdır. Hörmətli valideynlər, övladlarınızın inkişafında sizlərin zəhməti danılmazdır. Tədbirimizin daha əyləncəli keçməsi üçün valideynlər arasında yarış keçiririk. Belə ki, mən sual səsləndirəcəm
və sualı doğru cavablandıran valideynə də hədiyyəmiz olacaqdır. Lakin tam cavab tələb olunur. Beləliklə, sual səslənir və 1 dəqiqə vaxtınız var. Sual belədir. Krım tatarlarının mətbəxində çeburik adlı xəmirdən hazırlanan yemək var. Sizcə onun türk dilində qarşılığı nədir? Çiğ börək. Bəli, doğrudur. Əhsən sizə. Qalib gələn valideynimizi təbrik edirik və hədiyyələrini almaq üçün onu səhnəyə dəvət edirik. Buyurun. Hədiyyəmiz Cənub Hazırlıq Mərkəzindən bloknot və qələmdir. Şagird olmaq təkcə dərs oxumaq deyil. Şagird olmaq əmək, səbir və məqsəd deməkdir. Nizami Gəncəvi elm insanı ucaldar, zəhmət isə kamala çatdırar deyirdi. Bugün imtahana girən hər bir şagird əslində öz gələcəyi üçün bir addım atır. İndi isə lotereyamızın ikinci mərhələsinə keçirik. Bu mərhələdə də 18 smart saat və əlavə olaraq 5 nəfər isə sətir olmaqla toplam 23 hədiyyə qazanacaq. Hazırsınızsa başlayaq. Beləliklə, növbəti smart saatın qaliblərini seçmək üçün mən valideynlərimizdən kömək istəyərdim. Bir valideynimizi könüllü olaraq zəhmət olmasa səhnəyə dəvət edək, qaliblərimizin adını açıqlasın. Dokuz, 10, 11, 12, 13, 14, 15, 16, 17 ve sonuncu 18. Qaliblərin adlarını açıqlayırıq. Ədəli Quliyev, Lənkəran sayılır. Müzəffər Hüseynov, Lənkəran Boladı bir sayılır. Babazadə, Lənkəran Girdəni. Pərda Qasımov, Lənkəran 4 sayılır.
Hüseynova, Lənkəran rayonu 7 saylı. Əli Ağayev, Lənkəran rayonu 2 saylı. Dördüncü sinif Əsma Mirzəzadə, Lənkəran Vilva. Sekizinci sinif Aylin Şahsiyenzadə, Lənkəran rayonu 6 saylı. Altıncı sinif Saadət Yusubova, Lənkəran rayonu 4 saylı. Yeddinci sinif Aman Səfərli, Lənkəran rayonu Belədi kəndi. Üçüncü sinif Məryəm Bayramova, Lənkəran 7 saylı. Üçüncü sinif Səhər Məmmədli, Lənkəran rayonu 1 saylı. Sekizinci sinif Leyla Cəbrayılova, Lənkəran rayonu 10 saylı. Dördüncü sinif Raul Məmmədli, Lənkəran rayonu 7 saylı. Dördüncü sinif Kamal Hüseynov, Lənkəran rayonu 7 saylı. Sekizinci sinif Ayan Cəfərova, Lənkəran rayonu Günəhir kəndi. Yeddinci sinif Ələkbər Abbasov, Lənkəran rayonu Kərgəlan kəndi. Qalibləri təbrik edirik. Belə ki, bu hədiyyələr artıq sizindir. Beləliklə 18 Smart saat qalibinin adına aydınlıq gətirildi. İndi isə 5 nəfər Bakıda fəaliyyət göstərən F-Park avtomobil mərkəzindən çətir qazananların siyahısı açıqlanır. Bir, iki, üç, dörd və sonuncu qalib. Yeddinci sinif Əli Həbibov, Lənkəran rayon Padova kəndi. Üçüncü sinif Məhəmməd Tahirov, 2 nömrəli ibtidai məktəb. Sekizinci sinif Nuray Məmmədova, Lənkəran rayonu 7 saylı. Üçüncü sinif Məhəmməd Xəlilov, Lənkəran rayonu Səpnəkəran kəndi. Beşinci sinif Xəlil Şükürzadə, Lerik.
valideynimizə təşəkkürümüzü bildiririk. Beləliklə, ikinci mərhələnin də qalibləri açıqlandı. Xatırladaq ki, qaliblərin hədiyyələri fevral ayında Mədəniyyət Mərkəzində keçiriləcək mükafatlandırma tədbirində təqdim olunacaqdır. Hörmətli qonaqlar, dəyərli valideynlər, indi isə mərkəzimizin 9-cu sinif dinləyicisi Xədicə Mövsümovanın ifasında Azərbaycan elləri mahnısını dinləyək. Başa çatdığına görə yenidən sizlərə bir sual ünvanlamaq istəyirəm. Görək bu dəfə doğru cavabı kim tapacaq? Sual üçün 1 dəqiqə vaxt veriləcək. Hazırsınızsa başlayaq. Sual belədir. Siyavuş Şəfiyevin bacısı müsahibəsində gülərək bildirir ki, ilk filmindən sonra Siyavuş o qədər məşhurlaşdırmışdı ki, şəhərdəki hər kəs sanki onu axtarırdı. Bəs onun ilk filmi sizcə hansı idi? Doğru cavabı bilən var. Səhnəyə dəvət edək zəhmət olmasa. Xoş gəlmisiniz. Doğru cavabı səsləndirək. Uşaqlığın son gecəsi. Xeyr, bu doğru variant deyil. Təşəkkür edirik. Buyurun xanım, səhnəyə zəhmət olmasa. Xeyr, təəssüf ki, bu da doğru variant deyil. Bəli, doğru cavabı bilən var. Zəhmət olmasa səhnəyə gitsin. Buyurun, doğru cavabı səsləndirək. Əhməd haradadır? Bəli, bu doğru cavabı idi. Valideynimizə təşəkkür edirik və Cənub Hazırlıq Mərkəzinin qeyd dəftəri və qələm ilə yola salırıq. Siz sağ olun. Bugün texnologiya həyatımızın ayrılmaz hissəsidir. Telefon həm faydalı bir vasitə, həm də yerində istifadə olunmadıqda diqqət yayındıran amil ola bilər. Burada əsas məsələ qadağa yox, nəzarət və düzgün istiqamətləndirməkdir. Uşağı telefondan uzaqlaşdırmaq yox, doğru məqsəd üçün telefondan istifadə etməyi öyrətmək lazımdır. Əziz valideynlərimiz, hörmətli qonaqlar, artıq lotereyamızın 3-cü mərhələsinə başlayırıq və bu mərhələdə də 18 nəfər smart saat, 5 nəfər isə termos olmaqla toplam 23 nəfər hədiyyə qazanacaq. Hazırsınızsa başlayaq. Amma əvvəlcə valideynlər arasında könüllü birini axtarırıq ki, gəlsin. Buyurun.
Beləliklə 18 nəfər Smart saatın qalibi açıqlanır. Bir, iki, üç, dört, beş, altı, yedi, sekiz, dokuz, 10, 11, 12, 13, 14, 15, 16, 17, və sonuncu 18-ci qalib. Səkkizinci sinif Cahir Məmmədbəyli, Lənkəran rayon 3 saylı məktəb. Cəvahir. Səkkizinci sinif Nuray Bayramova, Lənkəran rayon 1 saylı orta məktəb. Səkkizinci sinif İsmail Sadıqlı, Lənkəran rayon 4 saylı orta məktəb. Dördüncü sinif Aylin Rəhimli, Lənkəran rayon 7 saylı orta məktəb. Üçüncü sinif Humay Suvarova, Lənkəran rayon 1 saylı orta məktəb. İkinci sinif İradə Şərifzadə, Lənkəran rayon 7 saylı orta məktəb. Altıncı sinif Leyla Xəlilli, Lənkəran rayon 6 saylı orta məktəb. İkinci sinif Nuray Nəsirova, Lənkəran rayon Girdəni kəndi. Dördüncü sinif Ubur İsmailov, Lənkəran rayon 2 saylı orta məktəb. İkinci sinif Vüqar Mirxanov, Lənkəran rayon 10 saylı orta məktəb. Səkkizinci sinif Hüseyin Rızayev, Lənkəran rayon Kərqalan kəndi. Dördüncü sinif Əlirrəhman Səbziyev, Lənkəran rayon Yılvan kəndi. Beşinci sinif Damla Eynullazadə, Lənkəran rayon 7 saylı orta məktəb.
3-cü sinif Tumurçin İsmailzadə, Masallı rayon Ərcivan. Üçüncü sinif Ayxan Hüseynli, 2 nömrəli ibtidai məktəb. Birinci sinif Mələk Feyzullayeva, Astara rayon 1 saylı məktəb. Yeddinci sinif Yusif Səlimov, Lənkəran rayon 3 saylı məktəb. Üçüncü sinif Nur Seyfullazadə, 5 saylı orta məktəb. Qalibləri təbrik edirik. Beləliklə 18 Smart Saatın qalibinə aydınlıq gətirildi. İndi isə 5 nəfər Bakıda fəaliyyət göstərən İF Part Avtomobil Mərkəzindən termos qazananların siyahısı açıqlanır. Sonuncu 5-ci 5. Üçüncü sinif Məhəmməd Hüseyin Abdullayev, Lerik rayonu. İkinci sinif Hüseyin Əliyev, Lənkəran rayon Kərdalan kəndi. Birinci sinif Zəhra Rızazadə, Lənkəran rayon 2 saylı orta məktəb. Yeddinci sinif Zeynəb Axundova, Lənkəran rayon 1 saylı orta məktəb. Yeddinci sinif Aytaç Kərimova, Lənkəran rayon Kərgalan kəndi. Üçüncü mərhələnin də qalibləri açıqlandı. Bir daha xatırladaq ki, qaliblərimizin hədiyyələri fevral ayında Mədəniyyət Mərkəzində baş tutacaq mükafatlandırma mərasimində veriləcəkdir. Hörmətli valideynlər, 3-cü mərhələ də bitdiyinə görə biz 4-cü mərhələyə keçid ala bilərik. Bu mərhələdə də 18 nəfər Smart Saat, 5 nəfər ətir olmaqla ümumilikdə 23 nəfər hədiyyə qazanacaq. Hazırsınızsa başlayaq. Yenə də könüllü olaraq bir valideyn axtarırıq. Buyurun. Beləliklə növbəti 18 Smart Saatın sahibi açıqlanır. Dört, 5,
6 7 8 9 10 11 12 13 14 15 16 17 və 18. Kifayət. Yeddinci sinif Fatimə Muradova, Lənkəran rayonu 7 saylı. Üçüncü sinif Rövşən Pirimov, Lənkəran rayonu 1 saylı. İkinci sinif İnci Əliyeva, Lənkəran rayonu Qumbaşı. Üçüncü sinif Rüqəyyə Tağıyeva, Lənkəran rayonu Göyşaban. Üçüncü sinif Yaqub Əliyev, Lənkəran rayonu Haftoni. Səkkizinci sinif Gülviyə Zəfərova, Lənkəran rayonu Günəxir. Altıncı sinif Leyla Tağıyeva, Lənkəran rayonu 6 saylı. Beşinci sinif Rəsul Əlirzayev, Lənkəran rayonu 6 saylı. Dördüncü sinif Əli Babayev, Lənkəran rayonu Samordu. Dördüncü sinif Yağmur Veyselova, Lənkəran rayonu Bilvan. Beşinci sinif Şamama Rüstəmova, Lənkəran rayonu 10 saylı. Beşinci sinif Mirəşrəf Talışlı, Lənkəran rayonu 10 saylı. Dördüncü sinif Yunus Qasımov, Lənkəran rayonu Qoladı 1 saylı. Birinci sinif Fəridə Kamalova, Lənkəran rayonu 2 saylı. İkinci sinif Selcan Quliyeva, Lənkəran rayonu Dil kəndi. Üçüncü sinif Hüseyin Talıbov, Lənkəran rayonu Gimnaziya. İkinci sinif Simarə Şahzadə, Lirik. Birinci sinif Zəfər Qulamov, Lənkəran rayonu 1 saylı. Qalibləri təbrik edirik. Beləliklə 18 sınma saatın qalibi açıqlandı. İndi isə 5 nəfər Lənkəranda fəaliyyət göstərən Mango parfümdən ətir qazanların siyahısı açıqlanacaq.
3, 4 və 5-ci, sonuncu. 5 nəfər. 5 nəfər tamamlandı. 8-ci sinif Mirəli Quliyev, Lənkəran rayonu 10 saylı. İkinci sinif Nuran Ağayev, Lənkəran rayonu 1 saylı. Üçüncü sinif Yağmur Əlizadə, Lənkəran rayonu 7 saylı. Dördüncü sinif Əli Əkbər Heydərov, Lənkəran rayonu 10 saylı. Dördüncü sinif İsmail Arifli, Masallı rayonu Ərtivan kəndi. Təşəkkür edirik valideynimizə. Beləliklə 4-cü mərhələnin də qalibləri açıqlandı. Xatırladaq ki, qaliblərin hədiyyələri fevral ayında Mədəniyyət Mərkəzində keçiriləcək mükafatlandırma tədbirində təqdim olunacaqdır. İndi isə 5-ci mərhələyə keçməzdən öncə valideynlərdən könüllü olaraq 3 nəfəri səhnəyə dəvət etmək istəyirəm. Belə ki, 3 mahnı səslənəcək və valideynlərdən həmin mahnının ardını tamamlamağı xahiş edəcəyik. Təbii ki, doğru tamamlayan valideyn hədiyyəsiz qalmayacaqdır. Başqa, əziz valideynlərimiz, məncə biraz aktiv olmağın zamanıdır artıq. Bir nəfərimiz var. İkinci İkinci. valideynimizdə daha bir valideyn də lazımdır. Daha bir valideyn. Hazırlıqsa başlayaq. Harda olsam gələrəm tək sən. Səslə məni. Darda olsam gələrəm tək sən. Səslə məni. Harda olsam gələrəm tək sən. Səslə məni. Darda olsam gələrəm tək sən. Səslə məni. Sən ya uzaq. Aslında özümüz mən bilmirəm. Prosta yaxın olsan ya uzaq. Təksən. Yaxın olsan ya uzaq, dərə olsa ya da dağ. Məni kim Olsun ya uzaq, dərə olsun ya qada. Təbrik edirik valideynimizi, xahiş edirik alqışlayaq valideynimizi. Təşəkkür edirik və növbət digər mahnıdadır.
taleyin oyununda cütlemiş seni. Orada özü bitirdim. Dünya senin. Yüzü koşan atırsan koşan düşerim. Dünya senin, dünya benim, dünya etkilim. Həqiqətən rəsm elədim. Təşəkkür edirik və təbrik edirik. Növbə digər mahnıdadır. Bir dənə siz qalın. Bugün ayın üçüdür. Ayın üçüdür. Qoşadır eyvanımız, yar qoşadır eyvanımız. Qoşadır eyvanımız, Beraber yar okuyabilirsiniz. qoşadır Ayın eyvanımız. üçüdür degilim nanay ay narinay. Bugün ayın üçüdür degilim nanay ay narinay. Girme bostan içidir ya girme bostan içidir. Girme bostan içidir ya girme bostan içidir. Dodakların ham şeker, dodakların ham şeker. Dilin badam içidir yar dilin badam içidir. Dilin badam içidir. Axır ikimiz oxuduq da. Valideynlərimizi təbrik edirik və cəsarətlərinə görə bir də onları möhkəm alqışlayaq. Valideynlərimizə hədiyyələrini təqdim edək. Əziz qonaqlar, hörmətli valideynlər, indi isə gəlin Cənub Hazırlıq Mərkəzinin dinləyicisi Zeynəb Cəfərlinin ifasında Vətən şeirinə qulaq asaq. Buyurun Zeynəb. Ey vətən oğlu, düşün bil ki sənindir bu vətən. Sabahın həm bugünün həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğular. Biz vətən məcnunu, el aşıqı, sülh əskəriyik. Biz vətən uğrunda ölənlər dirilərdən diridir. Bizim öz ulduzumuzun bağrına basmış hilalım. Dedi öndər yönü bayrağımdakı üç rəngdən alım. Sən bu gül bayrağın altında məramınca yaşa. Qoyma düşmən nəfəsindən ona tirkab bulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə. Günəş hər gün doğur ancaq içimizdən vətənə. Təşəkkür edirik Zeynəb, çox sağ ol. Əhsən sənə. Seyyid Şirvani deyirdi: Oxumaqla insan olar insan. Bu fikir bugün də aktualdır. Oxuyan, öyrənən, çalışan uşaq sabah öz ayaqları üstündə duran bir şəxsiyyətdir. Hörmətli valideynlər, artıq lotereyamızın sonuncu mərhələsinə gəlib çatmışıq. Bu mərhələdə 19 Smart saat hədiyyə təqdim olunacaq. Lotereyamızın 5-ci və son mərhələsinə start veririk. Kim bilir, bəlkə də növbəti ad elə sizin övladınızdır. Hazırsınızsa başlayırıq. Beləliklə, növbəti 19 Smart saatın qalibini təqdim eləmək üçün bir valideynimizi könüllü olaraq səhnəyə dəvət eləyək. Daha başqa valideynlər olsa, fərqli valideynlər olsa əslində daha yaxşı olar.
5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ve sonuncu 19'uncunda teşekkür edirik. Hörmətli valideynlər, bir qədər sizləri intizarda saxlayacağıq. İndi isə Cənub Hazırlıq Mərkəzinin 9-cu sinif dinləyicisi Xədicə Mövsümovanın ifasında Gülçöhrənin ariyasını dinləyək. Aşık oldum nice bir taze gülüren aya. Aşık oldum nice bir taze gülüren aya. Ki salıptır beni o dişmeyle gölgaya. Ki salıptır beni o dişmeyle gölgaya. Aşık oldum, aşık oldum, aşık oldum nice bir taze gülüren aya. Aşık oldum, aşık oldum, aşık oldum nice bir taze gülüren aya. Gözümün kanıyla sinemi al ettin ki. Gözümün kanıyla sinemi al ettin ki. Sebebi sana olan bu bütün bir pervaya. Sebebi sana olan bu bütün bir pervaya. Pervaya, pervaya. Bu bir iştir ki beni içime. Təşəkkür edirik Gülçöhrə. Sıra isə qaliblərin adına aydınlıq gətirməkdədir. Səkkizinci sinif Məhəmməd Rızayev, Lənkəran rayonu 2 saylı. Beşinci sinif Turan Fərhadzadə, Astara, Təngərud.
4-cü sinif Bayram Nəhmədzadə, Astara Təngərüd. 4-cü sinif Nurgün Bağırova, Lənkəran Voladı, 2 saylı. Yeddinci sinif Türkanə Sıxcanova, Lənkəran, 10 saylı. Üçüncü sinif Zeynəb İbrahimli, Lənkəran, 3 saylı. Üçüncü sinif Jalə Tağızadə, Lənkəran, Haftoni. Dördüncü sinif Emil Abbaszadə, Lənkəran, Gimnaziya. 8-ci sinif Əli Əbilov, Lənkəran, 7 saylı. Dördüncü sinif Emilya Kərimli, Lənkəran, 7 saylı. Sekizinci sinif Nuran Hüseynzadə, Lənkəran, Parakənd. İkinci sinif İshak Nəzərli, Lənkəran, 7 saylı. Birinci sinif Murad Bağırov, Lənkəran, 7 saylı. Sekizinci sinif Kənan Babazadə, Lənkəran, 7 saylı. Beşinci sinif Kənan Abbaslı, Lənkəran, 6 saylı. Altıncı sinif Tural Bağırov, Lənkəran, Şürük. Dördüncü sinif Aysu Quliyeva, Masallı, Ərçivan. Birinci sinif İnci Vəliyeva, Lənkəran, 7 saylı. Və 111-ci qalibimiz. İkinci sinif, qoy biraz intizarda saxlayaq da, axırıncıdır. İkinci sinif, son olaraq deyim, deyək. Yo, bəlkə deməyək, axırıncısıdır. Biraz intizarda saxlayaq valideynlər, özüm də valideynəm də bilirəm. İkinci sinif Nivay Şərifzadə, Lənkəran, 7 saylı. Alqışlar, alqışlar uşaqlar. Son olaraq fikir bildirmək istəyirəm ki, həqiqətən də təşkil eləyən müdürümüz, bizim direktorumuz, müdürümüz Talih müəllimə sonsuz təşəkkürümü bildirirəm ki, belə bir, gözəl bir, bizim üçün, uşaqlarımız üçün, belə deyək, loru dildə desək, jest eləyib, uşaqlarımızın savadını düşünüb. Bu layihədə
iştirak edən, dəstək olan böyükdən kiçiyə Elnur müəllimizə çox təşəkkürümüzü bildiririk. Böyükdən kiçiyə hər kəsə təşəkkür edirik. Çox sağ olun. Gələn ayaqlarınız var olsun. Təşəkkür edirik. Biz sizə təşəkkürümüzü bildiririk və beləliklə 19 Smart Saat qalibinin də adı açıqlandı. 5-ci mərhələnin qalibləri açıqlandı və xatırladaq ki, bugün lotereyada 111 qalib şagird müəyyənləşdi. Hədiyyələri və fəxri fərmanları fevral ayında Lənkəran Mədəniyyət Mərkəzində keçiriləcək mükafatlandırma tədbirində təqdim olunacaqdır. Hörmətli valideynlər, dəyərli qonaqlar, bugünkü tədbirimizdə bizimlə olduğunuz üçün hamınıza ürəkdən təşəkkür edirik. Siz həm övladınızı dəstəklədiniz, həm də tədbirimizə xoş əhval-ruhiyyə qatdınız. Hər birinizə və övladınıza gələcəkdə daha böyük uğurlar qazanmağı arzulayırıq. Onların bilik yolunda daim yanlarında olun, həmişə öyrənməyə təşviq edin. Bugünkü tədbirimiz burada başa çatır. Hamınıza sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayırıq. Çox sağ olun.